Deməli, belə bir suala baxaq. Cisim V0 bərabər 50 metr böl saniyə başlanğıc sürətlə şaqıl yuxarı atılmışdır. 7 saniyə ərzində cismin getdiyi yol neçə metr olar? Biz bilirik ki, deməli, cisim yuxarıya doğru getdikcə bərabər yavaşın hərəkət edir və hər saniyədə sürətini 10 metr böl saniyə azaldır. Deməli, belə çıxır ki, cisim 50 metr böl saniyə sürətindən atılmışdırsa, deməli, 5 saniyədə maksimal hündürlükdə olacaq. Deməli, 5 saniyə müddətində bu cisim maksimal qalxma hündürlüyündə olacaq və biz bu cismin maksimal qalxma hündürlüyünü tapsaq, h maksimal bərabərdir V0 kvadrat böl 2J. Bu da olacaq V0 50-nin kvadratı 2500 bölünsün 20. Bu da oldu 125 metr. Deməli, 125 metr şaqıl yuxarıya doğru getdi. Bizə 7 saniyə verib. Deməli, 7 saniyənin 5 saniyəsini bu yuxarıya doğru gedirsə, deməli, yerdə 2 saniyə qalır. 2 saniyə müddətində isə artıq bu cisim aşağıya doğru hərəkət edir. Və təbii ki, başlanğıc sürət olmadığı üçün, deməli, aşağıya doğru hərəkət edir və başlanğıc sürətdə yoxdur. Biz bu zaman cismin aşağıya doğru getdiyi məsafəni h bərabər gt kvadrat böl 2 üstürü ilə yazırıq. Deməli, j 10, t'miz 2 saniyə 4 bölünsün 2. Bu da oldu 20 metr böl saniyə. 20 metr. Deməli, buradan da biz ümumi məsafəni tapsaq 125, üstə gəlsin 20, bərabərdir 145 metr eləyəcək.